Değerli izleyiciler, biz Timur Müəssisəsinin Təhlil Cərrahiyyə Klinikasında endokrin cərrah bölümü olaraq dünən, yəni bir günümüzə 2 pasiyentə əməliyyat etdik və pasiyentlərdən biri öncə biyopsi olunmuşdu, böyük bir düyünü var idi və biyopsi nəticəsi BTC4 dəyərləndirilmişdi və əməliyyat təşkil olunmuşdu. Sizə yəni elektron tərəfindən göndərilmişdi və əməliyyat olunmuşdu. Və biz yəni xəstə müvafiq əməliyyatını hazırlıqdan sonra bir gün önce əməliyyat olundu və burada hər kifayət düyün olduğundan total-tiroidektomiya əməliyyat qərar verir. Total-tiroidektomiya nədir? Yəni, baxımvari vəzin tam olaraq xaric edilməsi və əməliyyatdan bir gün sonra biz nə edirik? İndi hal-hazırda xəstəni salva edirik və burada qoyduğumuz drenaj boru var. Hansı ki, bu drenaj boru əməliyyat zamanı əməliyyat sahəsindən yığılan mayyəni xaric etmək üçündür və indi bir gün sonra çıxardırıq ki, əməliyyatdan sonra. Dərin nəfəs alın, saxlayın. Dərin nəfəs alın, saxlayın. Çoxlar bunlar. Və burada bu əməliyyat zamanı biz xüsusi sapdan istifadə etmişik. Yəni incə, protein sapdır ki, sürüşən bir sapdır. Və o sapı qoyduqdan bir gün sonra isə bu pasiyentdə, xəstədə, yəni sapı çıxardırıq ki, sapı incə formalaşsın. Və amma isə, yəni o sap çıxardıqdan sonra sapın çıxartdan sonra dəri alınmasın deyə bizdə xüsusi stiklər istifadə edirik. Məsələn, o stiklər yara səthində yananın, yəni dərinin kənarlarını bir-birinə yaxınlaşdırır. Deyək, sonra qayıtı verin. Bir tərəfindən, yəni düyünün altından kəsilir, digər tərəfdən isə bu şəkildə sapı çıxartdır. Ağrı olmadı ki, narahatçılıq olmadı ki. Şimdi özün bir haqqında məlumat ver, səndə nə idi şikayətlər, nə cür oldu? 15 ildir dəyərli müəyyən aralıqlarla termometrazını dayandırırdı, yine artırdı. Təkrarlama baş verir. Təkrarlama baş verirdi. Ondan sonra düyünlərim var idi. Bir dəfə biyopsi elədim 2014-cü ildə, problem olmamışdı. Sonra 2 ay evvel etdim, şübhəli çıxdı. Əməliyyat qərarı verir. Vitastör, əməliyyat qərarı. İndi dünən də əməliyyat olunsa, indi özünü necə hissediyorsun? Yaxşı. Arasında da yox. Yəni, rahat bir şəkildə əməliyyat olundu, əməliyyatında da yaxşı keçdi. Və xəstədə əməliyyat zamanı neuromonitordan istifadə etdik, yəni hər iki tərəfdən. Çünki nəyə görə neuromonitor? Neuromonitor da hər xəstədə seçilmir. Neuromonitorda göstərişlərdən biri nədir? Xaxada nədir? Arxa səthində olan düyün. Yəni, arxa lokalizasiyalı düyünlərdə sinirə belə deyək də ki, müəyyən təzyiq verə bilər, sıxa bilər. Bəzən göstərir ki, sinir həmin düyün üzərində ola bilər deyə biz sinir cihazını istifadə etdik və hal-hazırda xəstənin səsədə heç bir problem yoxdur və xəstəmizi təyinat verdikdən sonra evə yola salırıq. Digər xəstəmizdə bizə müraciət etmişdik Goranboy rayonundan və orada bizim xəstələrin məsləhəti ilə gəldilər. Biz əməliyyat etdiyimiz Goranboydan xəstələrimiz var, o da Goranboylarla sağlam olsun. Bu pasiyentlərlə nə var idi? Yəni, pasiyentin də qalxınmalı vəzir öz səmtində böyük bir düyün var idi. Sizdə boğulma sıxım əlamətləri var idi, narahat edirdi. Və əməliyyat həmçinin xəstədə, onu da xatırlatmaq ki, Hashimoto fonunda bir düyün idi. Yəni, autoimmün çaylı fonunda bir düyün idi. Və autoimmün çaylı fonunda olan düyünlərdə isə biz total tiroidektomi əməliyyatı icra edirik ki, qalxınmalı vəzirdə hər hansı bir iltihab forması qalmasın və əməliyyatdan sonraki dövrdə hər hansı bir təkrarlanma prosesi baş verməsin. İndi isə bu xəstələrin sağlığı edər. Yəni, xəstələrdə sağlığı standart olur. Yəni, və əməliyyatdan sonra sap qoyulur xəstəmizdə. Amma burada isə bilavasitə bir həftədən sonra sap söküləcək. Çünki xəstədə qoyulan sap, yəni hansı kosmetik sapdan istifadə edir istiflərdir. Bilavasitə xəstənin yaşından, dərinin elastikliyindən də asılıdır. Və bir həftədən sonra qoyduğumuz bu protein sap söküləcək. Və onlarla drenaj bolunu çıxardırıq. Hələ buranı da bitirimizdə. Çıxart verin. Siz nə cür hiss edərdiniz? Əməliyyatla bağlı fikirlərinizi bölüşərdiniz bizlə? Çox sağ olun, hər kimizdə artıq təşəkkür edirəm. Mən 38 ildə əziyyət çəkirdim, onda heç ara getməmişdim. Heç bir müraciət eləməmişdim. Heç ara bu
bir həftədə Gəncəyə müraciət elədim. Orada mən Əməliyyat məsləhət sizi, olunmalı. sizi məsləhət bildi, özünüzə Bəli. görən. Görən boyda əməliyyat olmalı. Sizi deyib gəldim. Siz də gəldiniz bir gün öncə müayinələrdən keçdi. Çox sağ olun. Əlləriniz var olsun. Sizə kimi həkimlər Sağ ol. Allah şəfa versin teşekkür sizə. ederim. Allah kömür olsun, keçmiş olsun. Sağ olun. Her şey yüksek seviyede olur. Narahatsız bir şey de yok. Çok sağ olun. Çok sağ olun. Herkes sağ olun. Sağ ol. Mustafa Gəncə harda söz? Bir hafta sonra rayonda cerrahlardan biri ya bir sesli var sadece. Yaxşı, yol gidersin. Oldu. Bir gün çıkıyorsunuz da rayonda. Hə. Bir hafta sonra çıkabiliriz.